qeyrətlə ailə saxlayıram və bu danılmazdır. Bəli, min şükür olsun Allaha. Sevgilin var, sən yox. O söz adiləşib, təzə söz tapacaqsa. Nə sevgili? Sevgili nədir? Əziyyət çəkən güclü qadınların arxasında heç bir kişi qalmır. Sevgilim var. Cəmaatın gülü burnunda qızları qalıb, gedib onlar sevib-sevilsin. Bizim o vaxtımız keçib. Biz uca sevgini ballıya veririk, anıya veririk. Uşağa veririk, oğula. Uşağa veririk, yaxşı insanlara veririk. Valla. Bir nə su. Çok şeydi, sərindi nətər dəydi mənə. Sərindi. Adamı dəydi. Heç narahat olma. Ailə qurduğum gündən anamı qolumun, qanadımın altına salmışam. Mənim anamın ürəyində əməliyyatı var, stenti var. Mənim mamamın ürəyində 20 minliksən ağırlığında stenti var. Bu qız 6 maşını satıb anasının ürəyinə əməliyyat elətdirən adamdır. Bu qız anasını sənin kimi gedib 5-10 manata əziyyətlə işlədib gecə və siqaret alıb gələrsən deyən evladlardan deyil. Şükür olsun Allah, anam mənim nəyimə baxıb utanacaq ki, mənim mamamın xarakteri odur, ağır təbiətli, az gülən, az danışan insandır. Bəli, narahat olma, mənim atam da bir dənə olub, anam da bir dənə olub. Bicənək, özü məndən səhv salma. Dur bas bayram, qoy söhbətimizi eləyək. Dilim də var, köküm də var. Mən ömür boyu dara düşəndə heç bir dostuma, atama, qardaşıma, Allah ölənlərinizi rəhmət eləsin, atam rəhmətə gedib. Mən heç belə öz halal ərimə zəy vurub deməmişəm ki, mənim kartım 10 manat pulat. Hamısı özünə görə sağ olsun. Böyük hörmətim var, sevirəm. Ailəmdir, canımdır, ciyərimdir. Bəli, mən kimi ayağının üstündə dayanan qadınların maşını kreditlə olur ürəyim. Məsələn, sən kimlərin sürdüyü maşın kredit olmur. Nəqd aldıra bilir. Amma yadında saxla, bəxt insana doğuşdan verilir. Allah Taala insanı varlı yaratmır. Doğulandan sonra. Sən yaşayış tərzinə baxır. Sən varlı da ola bilərsən, kasıb ola bilərsən, orta təbəqədə də ola bilərsən. Kasıb olmaq ayıb bir şey deyil.